Deməli belə. Bircə dəqiqə gələn. Sən necəsiz? Aleyküm salam, həmd olsun, yaxşıyam, yaxşı olasan qızım sən də. Xoş gördüm səni, elə vaxtında çatdırdın özünü. Deməli, yazın dəftərinizə kvadrat üçədlinin ən böyük, ən kiçik qiymətinin tapılması. Uşaqlar, kvadrat üçədli ax kvadratı üstəgəl bx üstəgəl c şəklində olan ifadədir. Kvadrat üçədli budur. Ax kvadratı üstəgəl bx üstəgəl c. Uşaqlar, bunun həm ən böyük qiyməti, həm də ən kiçik qiyməti eyni bir düsturla tapılır. Pünhan, Səkinə. Kvadrat üçədlinin həm ən böyük qiyməti, həm də ən kiçik qiyməti eyni düsturla tapılır. O düstur n düsturudur uşaqlar. Düstur nə deyir? 4 vurulsun ac, çıxılsın b kvadrat, bölünsün 4a. Günay xanım, yazın dəftərinizə. Kvadrat üçədlinin ən böyük, ən kiçik qiyməti bu düsturla tapılır. Səhər sizə verəcəyim misal deyəcək, ən böyük qiymətini tap, ya da ən kiçik qiymətini tap. Uşaqlar, bir dənə tapılış anları fərqlidir. Tapılış anları fərqlidir. A müsbət olanda, A kimdir? X-in əmsalı. A müsbət olanda sizdən nəyi soruşur? Ən kiçik qiyməti soruşur. A mənfi olanda isə sizdən ən böyük qiyməti soruşur. Yəni soruşduğu an fərqlidir. Bunun da misala təsiri yoxdur. Yəni siz birbaşa öyrənirsiniz ki, ən böyük və ən kiçik qiymət baxın bu düsturla hesablanır. Bitdi. Aytaç, sən mənə M-də demişdin. O başqadır. İndi onu əlavə eləyəcəm. Tamam mı? Kvadrat üçədlinin ən böyük, ən kiçik qiyməti N ilə tapılır. Qeyd eləyin. Mənim dərsim video qeyd alırsınız. Bəli, qızım, video qeyd alırsınız. Tamam. Deməli belə. Uşaqlar, baxın misal üçün bir dənə misal verirəm. Misalımız belə olsun. 2x kvadratı çıxılsın 8x üstəgəl 5 bərabərdir 0. Soruşur bu kvadrat üçədlinin ən kiçik qiymətini tapmağı. İndi Aytaç, bizə izah elə, sonra verəcəm, özünüz yazacaqsınız. Aytaç, səsini aç, izah elə qızım. Deməli, düsturda yerinə qoyuruq. Hələ. Bəli, A-nın, B-nin, C-nin qiymətlərini birincidir. A 2-dir, B -8, C də 5. A, sol, C də 5-dir. İndi yerinə qoyuruq. Bəli. 40 eləyir. Bəli, 4 vurulsun. A-nın qiyməti 2-dir, C-nin qiyməti 5-dir. -8-in kvadratı da 64-dür. Bölünsün 4-a. Yəni 4 vur 2. Bunu da hesablasaq, 40-dan 64 çıxanda -24 böl 8. -24-ü də 8-ə böləndə -3. Başa düşürük? Aydındır? Deməli, bunun ən kiçik qiyməti -3-üymüş. Zərrin başa düşə bilirik, qızım. Kvadrat üçədlinin ən böyük və ən kiçik qiyməti bu düsturla tapılır. Tamam mı Nigar, Pünhan? Başa düşdük uşaqlar? Bəli. Tamamdır. İndi yəqin ki bunu yazdınız. Bunu həm 9 illikdən, həm 11 illikdən işləyəcəksiniz uşaqlar. Baxın, misal üçün 87 nömrəli sual. 87 nömrəli sual. Yazın 87-ni. Tez yazın 87-ni. Hadi bakalım. Deməli belə bircəsinə Aylin yazın. Cavab tapanlar oradan əl qaldırsın, əl qaldırma funksiyası ilə. Nərgiz tapıbdır. Başqa. Pünhan, Aytaç, Nigar. Diğerlər də tapsın. Zərrin. Günay xanım. Hadi. Aylin, Səkinə və Arəstə. Sizdə qaldıq. Qəşəng. Deməli, Arəstə hesablayırsan yoxsa tapanmadın? Yox, mən hesablayıram. Tamam, hesabla görək nə tapdın. Uşaqlar, tapanlar, bu da maraqlıdır. 86-ya da baxın, görək, yəni yenə həmin düsturdur belə baxanda. Görək, tətbiq edə biləcəksiniz. 86-ya da baxın. Yəni, içini bilirsiniz, tapın, sonra qüvvətə yüksəldib 7-ni çıxmaq lazımdır.
Buyurun. Bəli, mən. Neçə tapdın? De görüm cavabı. 7. 7. Düzdür uşaqlar. 87-də 7-dir cavab. Bəli. Bəli, müəllim 7-dir. 7-dir. Günay xanım Zərrin Aytac 7 idi deyə. Müəllim, mən 80 tapmışam. Süz tapmışsınız. Bəli. Deməli belə. Baxın, Günay xanım, düstur nə idi? Düsturu deyin elə özünüz. Uşaqlar siz səsiniz Mən baxın. 4A çıxılsın B kvadratı bölünsün 4A. Yaxşı, burada A-nın qiyməti nədir? -2, -2. B-nin qiyməti nədir? 4, C-nin qiyməti nədir? 5 müəllim. 5. İndi bizim düsturumuz 4AC çıxılsın B kvadrat böl 4A-dır da, elə deyilmi? İndi burada yerinə qoyuruq. A-mız -2-dir. 4 vurulsun -2. Yuxarıda da 4 vurulsun -2 vurulsun. C-mizin qiyməti 5-dir. Çıxılsın 4-ün kvadratı 16. Yaxşı? Bəli. Burada hesablayırsınız da indi. Deməli, 4-ü 4-ü -2-yə vuranda -8, -8-i 5-ə vuranda eləyəcək -20. Daha doğrusu 20 nədir? 40. Deməli, çıxılsın 16 bölünsün -8. Günay xanım, -40-dan 16 çıxanda işarələr eyni olanda işarə qalır, ədədlər toplanır. Bu olur -56. -56-nı da -8-ə böləndə bəli 7 eləyir. Bildiniz? Bəli müəllim. Mən hansı səhv eləmişəm müəllim? Mən də belə getmişdim. Tamam, əla onda. Hesabda səhv eləmisiniz, diqqətli olun. Uşaqlar 86-da tapanlar desin elə cavab nədir? 86-nı tapan var. Ben 9 9. Aytaç tapmısan qızım? Tapmamışsan. Tamam. Aylin tapmısan sən? 86. Bunu tapa bilmədim. Tamam. Uşaqlar, baxın, bu da əslində kvadrat üçədli sualıdır da. Sadəcə misaldan əlavəsi var. Gəlin biz bu hissənin ən böyük kiçik qiymətini tapaq, yerinə yazaq. Deməli, Aylin, Aytaç, burada A-nın qiyməti nədir? Deyin görək, burada A-nın qiyməti nədir? 1. 1. X kvadratın əmsalı 1. B-nin qiyməti nədir? -6. C-nin qiyməti nədir? 13. 13. İndi biz də bilirik ki, ən böyük kiçik qiymət 4A çıx. B kvadrat böl 4A-dan tapılır. Aytaç. Baxın, burada yerinə qoyuruq qızım. Bu olur 4 vurulsun 1. Yuxarıda olur 4 vurulsun 1 vurulsun 13. Çıxılsın -6-nın kvadratı da 36 eləyir də. Bu eləyir deməli 4-ü 13-ə vuranda deməli 52 çıxılsın 36 bölünsün 4. 52-dən 36 çıxanda uşaqlar neçə qaldı? 14. 16. 16 olar. 16-nı da 4-ə böləndə 4 eləyir. Bunu tapdıq. Bax Aytaç, biz buranı tapdıq. Buranın ən böyük kiçik qiyməti 4-dür. Yaxşı? İndi misalda gətirib yerinə qoysam, misalda bu olur 4-ün kvadratı çıxılsın 7. Yəni 16-dan çıxırsan 7-ni, bəli 9 qalır. Yaxşı? Çünki misalın davamında bir kvadrat var, bir də çıxılsın 7 var. Tapdığın qiyməti kvadrata yüksəldib 7-ni çıxmalıydın. Başa düşdük indi? Aydındır? Tamam. Müəllim, bir dərs var, ən böyük, ən kiçik. Mən əvvəlki hazırlığımda həqiqətən də o müəllim bizə o qaydanın heç birini yazdırmamışdı. Mən bu sualı neçə dəfələrlə üstündə işləmişəm, heç başa düşmürdüm. İndi başa düşdün? Tədiylə qayda var, onu yazırdım bizə. Əslində elədir ki, var uşaqlar, hər bir misalın öz metodikası var. Hələ burada bir dənə kiçik bir xırda məqam var. Birdən şərtdə deyər ki, yazın dəftərinizə, qayda dəftərinizə. Deməli, x-in hansı qiymətində kvadrat üçədli ən böyük, ən kiçik qiymətini alar. X-in hansı qiymətində kvadrat üçədli ən böyük, ən kiçik qiymətini alar. Bu bayaq Aytaç sənin dediyin M düsturu ilə tapılacaq. Baxın, şərtdə deyir ki, x-in hansı qiymətində. Burada səndən x-i soruşur deməli. X-in hansı qiymətində kvadrat üçədli ən böyük, ən kiçik qiymətini alar. Bunu tapmaq üçün M düsturundan istifadə edirsiniz. Yəni, -b bölünsün 2A düsturundan. Yaxşı, normalda ən böyük, ən kiçik qiymət n ilə tapılır ha. Yəni 4A çıx b kvadrat böl 4A. Sadəcə şərtdə desə x-in hansı qiymətində ən böyük, ən kiçik qiymətini alar,
Hə, onda bununla hesablayacaqsınız. Tamam mı? Gəlin indi bunun misalına baxaq. Deməli belə. Qoçaqlar, indi baxın. O dediyim sual burdadır. Görək kim özü bacara bilər. 90. Buyurun. Hadi Zərrin yazın. Gözləyirəm sizi. Arestə yazın. Mənim yazdım. Qəşəng. Aferin sənə Nərgiz. Sən bir tarixçi olsan da Aytac da 4-cü qrup ola bir tarixçidir. O da Fərzəli müəllimin deməli Mən gedişdim yolda. Allah bağışlasın biz kimik ki? Xoş gəlmisən. Deməli belə, amma dərsi video qeydə almışıq. Aliyə izləyərsən, ha dərsin əvvəli var idi. Qayda keçmişik. Bir hissədə, böyük hissə deyil. Tamam. Tamam. Aytacda cavabı 90-da nədir? 2. 2. Zərbi. Mənfi 2 almışam. Mənfi 2. Nigar. Müsbət 2. İndi qrup 2-yə bölündü. Bəziləri müsbət 2, bəziləri mənfi 2. Yaxşı, müsbət 2 deyənlər əl qaldırsın görüm. Kimlər müsbət 2 deyir? Əl qaldırsın. Real əllərinizi qaldırın. Kameraları da açın. O kameralarını bağlayanlar açın kameralarınızı. Real 2 tapanlar. Real 2 nədir? Müsbət 2 tapanlar əl qaldırsın. Yaxşı, mənfi 2 tapanlar əl qaldırsın. Yaxşı. Demə var yarıya yarı. Deməli, gəlin baxaq görək kim düz deyir. Mənfi 2-dirmi, müsbət 2-dirmi? Düstur bilirik ki, x-in hansı qiymətində dediyinə görə m düsturudur, m düsturudur. Yəni, mənfi b bölünsün 2a düsturudur. Bizim uşaqlar a-mız, baxın, mənfi 3-dür. B-miz isə 12-dir. Gətirib yerinə qoysaq, düsturun özündə də mənfi var. Ha, fikir verirsiniz, bura B-nin qabağında düsturun özündə mənfi var. Müsbət 2-dir. Bəli, müsbət 2-dir cavab. 2 vurulsun mənfi 3. Bu deyilir mənfi 12 bölünsün, mənfi 6. Bu deyilir müsbət 2. Müsbət 2 deyənlər, afərin sizə, doğru tapmışdınız. Zərin bildikdə mənfinin hardan problem olduğunu. Bəli, düsturda mənfini görməmişəm mən də. Bəli, diqqətli olun qoçaqlar. Deməli belə, bunu silirəm. Əsas məsələni öyrəndiniz. İndi bunun bir neçə dənə müxtəlif tip variantı var. İndi gəlin onlara baxaq. Uşaqlar, bir dənə bunu tapın. 57-ni. Ən böyük qiymətini soruşur. Ən böyük qiymət n-la tapılır, m-la? Deyin görək. N-la tapılır. Sadəcə biz öyrəşmişik kvadrat üçədlini x-la görməyə. Yəni bu ad çaşdırmasın ha sizi. O elə mənfi x kvadrat üstə gəl, 5x üstə gəl bir şəklində olan bir tənlikdir. Hesablayın bunun ən böyük ən kiçik qiymətini. Bir dərsimizdə Kənan yoxdur da. Kənan bayaq məndən dərsdə idi. Hara gedib bu? Canı yanmamış. Günay xanım, siz də saat məsələsini həll elədiniz də elə deyilmi? Bəli, müəllim. Tamam, yaxşı. Müəllim yazdım. Qəşəng. Tapanlar tez əllərini qaldırsın. Aliyə, qızım. Müəllim. Kameranı aç. Eşitmez olaydım ay müəllim, hə? Aç kameranı. Yaxşı. Deyin cavabı. 57-də nədir? Cavab mənim B. 725. B. 7-25 yapmıyor elime. 7 tam 25. B deyənlər əl qaldırsın görüm. B deyənlər. Qəşəng. Hə. Səkinə B tapmışdın sən də? Bəli. Qəşəng. Aylin tapmışdın B yoxsa yox? Sən. Mən yazırdım. Hələ tam cavaba çıxmamışdım. Yazırdım. En düsturu ilə idi da bu düzdür. 4AC çıxılsın B kvadratı bölünsün 4A. Müəllim biraz ərəb dilində yazır. Neyse. Şolar AX kvadratın əmsalıdır. Yəni bizim A'mız mənfi 1'dir.
BX-in əmsalıdır 5-dir. B-miz 5-dir. C-də sərbəst əmsaldır. Yəni 1-dir uşaqlar. Gətirib yerinə qoyuruq. 4 vurulsun -1 eləyir -4 vurulsun C. C də 1-dir də elə. Çıxılsın B kvadrat, yəni 5-in kvadratı. Bölünsün 4-ə, yəni 4 vurulsun -1. Bu bizə verir -4-dən -29. -29-u da -4-ə böləndə 7 tam bəli %25 alınır. Düz tapmısınız. B bəndədir cavab. Uşaqlar, ən böyük, ən kiçik qiymətin tapılmasının birinci mərhələsini öyrəndiniz. İndi gəlin keçək bunun digər mərhələsinə. Bircə dəqiqə, deməli. Tapaq bu hissəni. Ən böyük, ən kiçik qiymətin tapılmasının 3 halı var və o hallar imtahana düşür. Ona görə ehtiyatlı olun. Birinci halı dedik. İndi keçid edirik bunun ikinci halına. Bir dənə səhifəsini tapım mən. Aha, vəsiyo, tapdım. Deməli uşaqlar, ikinci halı, baxın bu 5 nömrəli sualı görürsünüz. Budur. İkinci halı bundan ibarətdir. Bircə saniyə gözləyək. Deməli, buradan biz səhifə uğurlayaq biz. Diğer qruplarda kim idi? Orucluq bayramında deyir, ay müəllim, uğurluq günahdır. Səhifə uğurlamayın, yola salın bizi gedək. Deməli belə. Uşaqlar, kvadratların ən kiçik qiyməti nə olur ki? Kim deyər? 1 Xeyr. 0 0. Uşaqlar, yadınızda saxlayın. Moduldur, kökdür, kvadratdır. Bunların həmişə ən kiçik qiyməti 0 olur. Tamam mı? Çünki bu ədədin kvadratıdırsa, nə qoysan, mənfi də qoysan kvadratı müsbət eləyir. Yəni minimum qiymət yalnız 0 ola bilər. Kvadratdır, kökdür, bir də moduldur. Üçünün də ən kiçik qiyməti 0-dır. Uşaqlar, yəni deyilənə görə cüt dərəcədən bütün ədədlərin ən kiçik qiyməti həmişə 0 olur. Yəni deyilənə görə belədir. Bu da 0 ola bilər, bu da 0 ola bilər. Yəni ikisi də 0 ola bilər. Gəlin yoxlayaq görək, həqiqətən 0-dırmı? Deyirlər kvadratın həmişə ən kiçik qiyməti 0 olur axı. Gəlin yoxlayaq görək, bəlkə olmadı. Uşaqlar, birincinin içini 0-a bərabər eləsəm, axı mən tapıram 2x kvadrat bərabərdir -7. Uşaqlar, nəyinsə kvadratı -7 eləyər? Xeyr. Xeyr. Onda deməli birinci haqqında yalan deyirmişlər. Bunun ən kiçik qiyməti 0 deyil. Bu qaldı misalda. Bundan işiniz yoxdur. Gəlin ikinciyə keçək. Bunu 0-a bərabər eləyək. Y kvadrat çıx 3 bərabərdir 0. Y kvadrat bərabərdir 3. Uşaqlar, nəyinsə kvadratı 3 eləyərdi, elə deyilmi? Aha, kötüz. Ay, sağ ol. Yəni müsbət olduğuna görə problemi yoxdur. Yəni ədədin kvadratı müsbət edər də, 3 edər. Problemi yoxdur. Onda düz deyirmişlər. İkinci, baxın bunun ən kiçik qiyməti 0-dır. At getsin misaldan. Onun ən kiçik qiyməti 0-dır. Amma birincinin ən kiçik qiyməti 0 deyil. Bu ailəlikcə 0 deyilsə, şəxsilikdə 0-dır. X-i at getsin. Yəni bu misal olur 7-nin kvadratı çıxılsın 24. Yəni sən 49-dan çıxırsan 24-ü, cavab qalır 25. Uşaqlar, başa düşdünüz? Yəni yadınızda saxlayın. Cüt dərəcədən qüvvətlərin ən kiçik qiyməti həmişə 0 olur, amma yoxlamaq şərti ilə. Birdən yoxlayarsınız, olmaz axı. Olmazsa o misalda qalır. Əgər olursa, ona atın geçsin, misaldan silin, lazım deyil. Yaxşı? Gəlin bir də nümunəyə baxaq. Bəlayətə ciddi qızım. Heç nə. Tamam. Bu tək dərəcədən də ola bilər. Tək dərəcədən olan misal var. Orada 25 götür. 25 tapdınız da. Hə, bəli. 49-dan 24 çıxanda 25 qalır. Baxın, burada gəlin yaxşı bu sualı özünüz yazın, ondan sonra mən davam edeyim növbətinə deməyə. Bunu bir dənə görək, kim başa düşdü, kim bacaracaq görək. 6 nömrəli sualı yazın. Başa düşənlər tam yazsın, düşməyənlərə bir də izah eləyəcəm. Yazın, gəlirəm. 23. 23. Başqa Nərgiz, Arestə. Mən səsinizi yaxşı eşitmirəm deyə qulaq asa bilmədim. Gələndə izaha baxacağam.
Yaxşı. Səs gəlmir yaxşı. Gözdəydən sənə. Bəlkə də tarixin ahı tutdu səni. Nəysə. Deməli belə. Burada müəllim 4-dən çıxırıq -19-u da. Tapdım. Amma toplamada axı 4-ün üstünə gəlirsən 19-u. Burada toplama deyil. Bayaqki misal. Bu yana. Hə, bayaqkində çıxma. Bayaqkində çıxmaydı, çıx 24-dür dedik, çıxdıq. Burada topla 29-dur, 19-dur. Yaxşı. Mən 25-ə görə -15 almışam. Hə, başa düşdüm. Tamam. Baxın uşaqlar, yenə kvadratların ən kiçik qiyməti 0 olur deyə, siz bunun ən kiçik qiymətini 0-a bərabər eləsəz, birincini 0-a bərabər etmək olmayacaq, çünki mənfi olur da. Heç bir ədədin kvadratı mənfi eləməz. Buna görə birinci haqqında deyilənlər yalan imiş. Yəni bu 0 deyil. İkincini indi 0-a bərabər eləyəndə, bəli, y kvadrat çıx 6 bərabərdir 0-a, y kvadrat bərabərdir 6-ya, bəli, bu edir. Daha sonra, deməli, bunun ən kiçik qiyməti 0-dır, at geçsin. Birinci ailə bütövlükdə ən kiçik qiyməti 0 deyilsə, şəxsilikdə 0-dır. At x-i geçsin, ədəd hissəsinə bax. 2-nin kvadratı 4, 4 üstə də 19 gələndə 23 eləyir. Yaxşı? Tamam, gəlin davam eləyək indi. Bunun bir dənə də forması var, gəlin buna da baxaq. Uşaqlar, baxın, o 9 nömrəli sualdır. 9 nömrəli sual. Yenə də kvadratların ən kiçik qiyməti 0 olmur. Kvadratların ən kiçik qiyməti 0 olduğuna görə kvadratları 0-a bərabər eləyəcəksən. Amma Aylin, Aytac, bura baxın. Bu tək dərəcədən qüvvətdədir, elə deyilmi? Ona görə ondan işiniz yoxdur. Onu 0-a bərabər eləmirsiniz. Tamam mı? Tək dərəcənin çünki mənfisi də ola bilər də. İndi gəlin baxaq. Birincini 0-a bərabər etmək olurmu? Uşaqlar, sizcə olur, yoxsa olmur? Məncə yox müəllim. Bəli, yox. Çünki heç bir ədədin cüt dərəcədən qüvvəti mənfi ədəd eləməz. Soldan sağa keçirdən də mənfi olur axı. Onda bu ailəlikcə 0 deyilsə, şəxsilikdə 0-dır. X-i at geçsin. Bununla işin yoxdur. Bu ikinci ilə işin yoxdur. Üçüncünü 0-a bərabər etmək olur uşaqlar sizcə? Bəli, olur. Bəli. Bəli. Çünki bunu 0-a bərabər eləsən, 2z-in kvadratı bərabər olur 5-ə. Bəli, ədədin kvadratı müsbət ədəd edir. Bu ailəlikcə 0-dır. Bir dənə nə qaldı? Baxın bu. Burada ailəlikcə bu 0 deyil, çünki tək dərəcədən qüvvətdə verilib. Bu şəxsilikdə 0-dır. Kvadratın ən kiçik qiyməti həmişə 0 olur da, at geçsin. Kvadratların həmişə ən kiçik qiyməti 0 olur. Onda bu olur 5-in kvadratı 25. Üstə gəl, bu da olur 4-ün kubu, yəni 64. Aradakı münasibət zərrin toplamadır deyə toplayıram. Ha, 89. Yaxşı, bildiyi məsələnin həllinə. Aydın oldu sizə? Qəşəng. Gəlin indi bunu silirəm. Görə bundan var yenə də, yoxsa yoxdur? Yoxdur deyəsən. Və burada 10 nömrəli sual var. Deməli, kimi oxuda 10 nömrəli sualı? Kim oxuyar? Biriniz oxuyun. Oxuyun. Oxu. Deyir, A və B natural ədədləri üçün modulda 3A çıxılsın 5B ifadəsinin ən kiçik qiymət aldığını bilərək 48 bölünsün A plus B ifadəsinin ən böyük qiymətini tapın. Modulun ən kiçik qiyməti nə olur həmişə uşaqlar? 0. 0. Bəli. Bunu 0-a bərabər eləsək, 3A çıxılsın 5B-ni. Tapırıq buradan 3A bərabərdir 5B-yə. Uşaqlar, yadınızda da buradan da biri digərinin əmsalına bərabərdir. Aytac, bilirsən də bunu A-nın buradan 5 tapırıq, B-ni də 3 tapırıq. Всё, apar yerinə qoy, cavabdır. Olur 48 bölünsün, 5 üstə gəl 3. Yəni 8. 48-i də deməli 8-ə böləndə 6 dəfə. Başa düşdü uşaqlar? Aydındır sizə? Qəşəng. Düşür ha, bu təzə salınmış topluya sualdır. Ona görə ehtiyatlı olun Aliyə. Yazın bunu 11-i. Belə suallar imtahanda olur. Baxın 11-ə. Yazın 11-i. Tapdım. Tamam. Tapdım müəllim. Qəşəng. Digərləri də tapsın. Hadi bakalım, cəld olun. Evet. Qəşəng. Hadi Aylin bugün qonaqlıqdadır. Aylin hardasan sən bala? Müəllimə yazıram. Yaxşı yaz.
Verin cavabı. Nədir 11-də? Mən 8. Cavab 8. 8. 8. Aytaç 8. Bəli. Aha. Nigar 8. Bəli. Bəli. Aylin qızım 8 eləyir yoxsa yox? Hələ hesablayırsan? Mən obsin yazırdım deyə skrin eləmişdim. Onu yazırdım, ona görə gec oldu. Yazıram yoxsa. Tamam, yaxşı qızım. Burada da yenə A-mız 4-dür, B-miz 5-dir. Gətir yerinə qoy. 72-ni 5 ilə 4-ün cəmi, yəni 9-a böləndə bəli 8 eləyəcək. Uşaqlar, gəlin sonuncu tipimizə də baxaq. Sonuncu tipimiz nədir? Sonuncu tipimiz müxtəsərlərə falan bilmək lazımdır. Ha, burada. Bilmədinsə, vay sənin halına. O dərəcə. Müxtəsərləri yaxşı bilmək lazımdır. Gələn dərs hamıdan bir-bir müxtəsəri soruşacağam. Baxın uşaqlar, sizə dediyim kimi bizim çatdırmaq baxımından problemimiz yoxdur. Ona görə maksimum sürətdə deməli yaxşı öyrənmək lazımdır. Deməli, bir də Aytacığım, qızım, biz həm 9 illik, həm 11 illik, həm bir də dinamikadan işləyirik. Üçünü paraleldən. O kitabların üçünün də PDF variantını göndərəcəm, amma məncə səndə toplular olar. Toplular var, dinamika yoxdur. Dinamikanı göndərəcəm, ya çıxartdırarsan, ala da bilərsən, amma çıxartdır məncə. Satışı çox da aktual deyil, ona görə almağım məsləhətdir. Mən kameramı alaya bilərəm. Zaytkam yer taxımına görə kifayətdir. Yaxşı, 5-6 dəqiqəlik olar. Deməli belə. Tamam. İndi gəlin baxaq buna. Pünhan, bu tamam başqadır ha. Deyir ki, ifadənin ən kiçik qiymətini tap. Fikir verirsiniz, burada x-lar, y-lər var. Amma qarışıblar bir-birinə. X-lar, y-lər qarışıb bir-birinə. Gəlin ayıraq bunları bir dənə. X-ləri bir tərəfə yazaq. 9x kvadrat çıxılsın 6x. Üstə gəl y-in kvadratı çıxılsın 2y. Üstə gəl 19. Bərabərdir. Uşaqlar, bu x-lar ailəsi yarımçıq qalıb. Baxın, bu 9x kvadrat çıxılsın 6x. Üstə gəl, nə yazsam görəsən, bu bir müxtəsər açılışı verər mənə. Həmçinin y üçündə. Y kvadrat çıxılsın 2y. Üstə gəl, nə yazsam görəsən, bu bir müxtəsər açılışı verər. Gəlin birinci x-dan danışaq. Bura nə yazmaq lazımdır görəsən? 4. Xeyr. 3. Ora mənim y kvadratı. İndi tapılışı gəlin izah eləyim. Gəlin izah eləyim. Yəni belə münəccim deyilsiniz ki, havadan düşsün. Şolar, birincinin kvadratı 9x kvadrat eləyibsə, birinci nədir? Nəyin kvadratı? 3x. Deməli 3x müəllim birinci. Bəli. İkinci yerdə duran müxtəsərdə hasilin 2 misli olur da. İndi 3x-in nəyə vuranda 2 misli 6x eləyər? 1 müəllim. Ay sağ. Burada duranda 1-in kvadratı olur da, yəni ikinci ədədin kvadratı. Deməmişkən ora 1 yazılmalıymış. Yaxşı? Üstə gəl. Keçək ikinciyə. Baxın, y-in kvadratı. Nəyin kvadratı y kvadrat edir ki? Y-in. İndi hasilin 2 misli 2y edibsə, digəri nədir? Nəyi 2-yə vuranda 2y? 1. Ay sağ olun. Burada duranda 1-in kvadratı durur. İndi baxın, bizim deməli əlimizdə elə bilin ki 19 manat var idi, belə deyim də. 1 manatın x-lar ailəsinə verdik, 1 manatın y-lər ailəsinə verdik. Geriyə qalan 17-dir də, elə deyilmi? 17-miz qaldı da geriyə. Bizdən də ən kiçik qiyməti soruşur. Kvadratların ən kiçik qiyməti 0 olur. At getsin, at getsin. 0 üstə 17 gələndə cavab 17 deyil. Başa düşdünüz? Çatdı sizə? Baxın, bu ailəni qurmağı başa düşdünüzsə, bu 100% hər il imtahana düşən suallardan biridir ha. Bu sualdan keçən illərdə düşmüşdü. Sadəcə uşaqların bəxti çəkdi. Sualda səhvlik var idi, hamıya düz sayıldı. Bu sualdan hər il gəlir. Ona görə ehtiyatlı olun. 9 illiyə düşmüşdü. 11 illik. Görmədim. 11 illikdə idi sən. 11 illikdə. Necə? Mən əvvəlində yox idim. İnternet getdi. Görmədim. O sağlı nizam başı eşitmədin hə? Ay sənin canın yanmasın. Yaxşı, neysə uşaqlar, gəlin 2-yə baxaq. Ya da 2-yə baxmayaq. Mən sizə misal verim, siz ona baxın, sonra 2-yə baxaq. Sizə misal verirəm. Olsun belə. 16x kvadratı üstə gəl y kvadratı çıxılsın. Deməli. Neçə eləyək? 8x
çıxılsın. Deməli 4y üstəgəl 40. Bir bunun ən kiçik qiymətini tap. İndi zərim bunun üzərində izah eləyəcəm sənə bir də. Hadi yazın görə gəlirəm. Eləyirik də, birə vurur. Bəli, bəli. Hə. Burada duranda 1-in kvadratı olur deyə 1 yazırsan. Yaxşı? Deməli, Bəli, anladım. bir dənə problem dediyim kimi müxtəsəri bilməlisiniz. Orijə məndən asılı deyil, sizdən asılıdır. Gedin, yəni müxtəsəri ana diliniz kimi öyrənin. Nəysə, bəli, Nərgisdir. Orada 9 tapdım. 3-ün kvadratı 9, 1-in də kvadratı elə 1. Orada çıxma işarəsi var. Niyə çıxmadı? Mən ona görə 42 tapdım. Harda çıxma işarəsi var, mən görmürəm. Deyir var 9x kvadrat çıxılsın, üstə gələk 9y kvadrat çıxılsın 12x. O çıxmalar 12x-in qarşısındaydı. Bax, o çıxma 12x-in qarşısındaydı. Mən də burada 12x-in qarşısında çıxma yazdım və o ailəni əmələ gətirəndə nəzərə aldıq çıxmanı. Üstə gəl. Sonra çıxmanın biri y-in qarşısındaydı. Mən də y-lər ailəsində o çıxmanı yazdım və açılışda çıxma ilədir. Sadəcə iki ailə arasındakı münasibət toplamaydı deyə bunları topladıq da. Yəni bunların ən kiçik qiyməti 0-dır. Bunun da ən kiçik qiyməti 0-dır. Bunun da ən kiçik qiyməti 0-dır. 0 üstəgəl 0 üstəgəl 40 bizə 40 verir. Başa düşürsən? Səsin gəlmir, Nərgiz. Bildin? Başa düşdün? Tamam, yaxşı. Müəllim sizin sayənizdə işarət dilini də öyrəndi. Deməli belə, gəlin davam eləyək. Uşaqlar, bu 2 nömrəli suala baxın. X-lar ailəsi yarımçıq qalıb, elə deyil. Bir dənə 4x kvadrat var, başqa bir şey yoxdur. Siz də bilirsiniz ki, kvadratın ən kiçik qiyməti 0-dır. Bunu atın getsin. Siz bir dənə ailənin bu biri tərəfini düzəltməlisiniz. Bu biri tərəfi bir dənə düzəldin. Müxtəsər açılış olsun. Çöldə qalan yenə cavab olacaq, ən kiçik qiymət. Bir dənə hesablayın. 3y üstə gəlsin 1. Cavab 2. ay sağ olun. Bəli, 2. Baxın, burada 9y kvadrat üstəgəl 6y-dir. Mən səhvən x yazmışam bura. Müəllimin başı getdi. Deməli, bunu 9y-in kvadratı üstəgəl 6y üstəgəl nə yazsaq görəsən müxtəsər açılışı olar? Deyin bir də. 1. Ay sağ olun. Bu 1-in kvadratıdır da. Sadəcə bizim əlimizdə 3 var idi. Biri ailəni əmələ gətirmək üçün xərclədiksə, geriyə 2 qalırdı, elə deyilmi? Bunun ən kiçik qiyməti 0-dır, cavab 2. Başa düşdünüz? Ailəni əmələ gətirdikdən sonra çöldəki cavabdır. Tamam mı? Всё. Gəlin davam eləyək. Deməli uşaqlar, siz ən böyük və ən kiçik qiymətin tapılmasını da artıq öyrəndiniz. Bununla da demək olar ki, bu tam cəbri ifadələr yekunlaşdı. Sadəcə bir dənə müxtəsərlər ailəsini yaxşı öyrənmək lazımdır, sonra sizə problem yaratmasın. Mənə deyin görüm, siz dinamikadan işləmisiniz. Mən nə vermişəm? Harda qalmışıq biz? Bir dənə mənə xatırladın. Sınaq. Sınaq vermişəm. O sınağın cavablarını dərsdən sonra mənim yadıma salın, göndərim. Yoxlayın, gələn dərs onları cavablandıraq. Daha sonra tam cəbri ifadələrdən də deyəsən, müxtəsərləri keçməmişdik deyə verməmişdim. Hə, baxın burada çox qəşəng suallar var. Elə bugünkü dərsimizə aiddir. Gəlin bunlara baxaq. Bunlar imtahan suallarıdır. Baxın 38 nömrəli suala baxacaq. Yenə ailələri əmələ gətirirsiniz, tamam mı? Ailələri əmələ gətirəcəksiniz. Görün necə iş görürsünüz. Bayaqkinin kopyasıdır. Baxın görək. Əsas məsələ ailəni əmələ gətirməkdir. Ondan sonra isə əsasdır. 2 dəqiqə vaxt verirəm. Özünüz baxın, sonra birlikdə təhlil edək. Müəllimə tapmışdım. Mən də mənfi 3 yazmışam. Mən də mənfi 3. Başqa? Mənfi 3. Mənfi 3. Başqa? Aytaç, Pünhan, Nərgiz, Nigar. Mən elədim düşdüm, amma Yazlanmadın, yaxşı. Aytaç sən? 0 müəllim. Sən 0 tapdın, yaxşı.
Uşaqlar, indi bir dənə mən ekranı yan ekran eləyəcəm. Yaxşı görəsiz də. Siz də yan ekrana çevirin. Amma belə olanda video qeyd alınmıram. Bir dənə gözləyin, video